Hörmətli dinləyicilər, Cəfər Bağırın miniatürlərinə qulaq asın. Qəribə bənzəyiş. Evimizin qabağında bir ağac var. Mən hər dəfə ona baxanda, biz bu evə köçəndə o şumaldı. İlk qədəmlərini atan körpə kimi idi. Gözlərimin qabağında böyüyüb, qol-qanad atıb, şaxələnib bu ağac. Onun üstünü xəzan alanda sıxılmışam, acımışam. Soyuqda ona baxanda ürəyim yanıb, üşümüşəm. Hər dəfə eyvandan baxanda da, yanından ötəndə də nəzərlərim donub qalıb bu ağacda. Daim mənə belə gəlib ki, uzun illərin ünsiyyəti yaranıb aramızda. İndi yaman dəyişib ağacımın görkəmi. Vaxtıyla o, səmtini tez-tez dəyişən başsız küləklərə cəsarətlə sinə yerər, duruş gətirərdi. Vüqarı, təkəbbürü, əyilməzliyi bir tamaşa idi. Bir gün onun qol budağını qırdılar, amansızcasına. Yola əyildiyi üçünmü, gedib gələnlərə mane olduğu üçünmü, pəncərələrə kölgə saldığı üçünmü, bilmədim. Bir o xəyalımdan çıxmır ki, rəhəmsizcəsinə qırdılar qol qabrıqasını, mənim ağacımın, mənim məhəbbətimin. Sonra ağacım yenə pöhrələndi. Yazıq, yazıq. Elə bil müqavimətdən düşmüşdü. Elə bil insanlardan küsmüşdü o. Zəif küləklər belə əyirdi körpə budaqlar istədiyi səmtə. Kölgəsizləşmişdi ağacım mənim. Kökləri dərində olsa da, əvvəlki şıxlığını itirmişdi ağacım mənim. Quşlar oxumurdu budağında. Yoldan ötənlər tərini soyutmurdu onun kölgəsində. Evimizin qabağında bir ağac var. Mən hər dəfə ona baxanda elə bil özümü görürəm. Bir an, onlar bir bahar günündə küçədə rastlaşdılar. Uzun ayrılıqdan sonra. Təsadüfən, gözlənilmədən. Kişi zənlə qadına baxdı. Qocalığa uymayan iti addımlarla ona tərəf getdi. Uzaqdan əlini uzatdı, sonra yaxınlaşıb bərk-bərk qucaqladı, üzündən öpdü. Qadın müqavimət göstərmədi. Bəlkə ürəyində şad oldu da. Bir vaxt, çoxdan, lap çoxdan, oğlanın dodaqları təsadüfən onun üzünə toxunanda vurduğu silləni xatırladı. 40 il cavanlaşdı. Maşallah, yaxşısan, kişi dedi. Sən də yaxşısan, qadın dedi. Bir-birini diqqətlə süzdülər. Səssiz, sözsüz danışdılar. Kişinin başında bir tük də yoxdu. Qadının başı ağappaq ağarmışdı. Ayrılanda kişi onun əlindən öpdü. Sağ ol əzizim dedi. Gəncliyimin bir anını yaşattın mənə. Sən də sağ ol. Hərə öz gündəlik qayğısına qayıtdı. Köklər. Elə məhz buradan keçməlidir. Bu yolu biraz o tərəfə çəkmək olmaz. Yox, plan belədir. Heyifdir. Belə ağac bir ilə, iki ilə başa gələn şey deyil. Amma deyirsən plana düşüb, daha neynəmək olar? Ağacın boynuna ip salıb dartdılar. Hay verdilər, güc verdilər. Ağac yerindən tərpənmədi. Ağacın ətrafını qazmağa başladılar. Köklərin nə dərinliyinə çatdılar, nə uçlarını tapdılar. Traktor gətirdilər, zəncir bağladılar. Ağac silkələndi, zəncir qırıldı. Ağacın kökləri dərində idi.
Qol qabırğası sınsa da köklər möhkəm idi. Vidalaşma. Qədim içeri girən kimi hamı ayağa qalxdı. Kəpiklər salonu titrətdi. Obra toplaşanları bir-bir nəzərdən keçirtdi. İllərlə alışdığı üzlər bugün ona daha əziz göründü. Yoldaşlar, dedi. Qəhər səs yolunu tutdu. Söz axtarırmış kimi bir neçə dəfə uyğundu. Ayrılıq məqamı çatdı. Uzun sükuttan sonra biri ayağa qalxdı. Biz bu illər can deyib can eşitmişik. Heç vaxt sizi unutmarıq qədim müəllim. Səs titrədi. İkincisi. Sizin kimisini biz hardan tapacağıq? İncitməmisiniz. Qəbahətlərimizdən keçmişsiniz qədim qağa. Səs boğuldu. Üçüncüsü. Təminatımız yaxşı olub. Nə deyim qədim? Səs qırıldı. Qədim ardını eşitmədi. Ayılan kimi oldu. O hələ indi başa düşdü ki, yaxşı işlədiyi üçün yox, onları öz başına bıraktığı üçün sevilirmiş bu qədər. Tut ağacı. Kəndimizə gedən çığıra düşərkən, gözüm hər şeydən əvvəl qollu budaqlı tut ağacına sataşdı. Nədənsə dərhal xatirimdə o zamanki çeşmə canlandı. Çiyini səhəngli kənd qızlarının dəstə-dəstə bura gəldikləri yadıma düşdü. Bir anlığa ayaq saxladım. Nəsə məni o tərəfə çəkir, xəyalımı uzaqlara aparırdı. İlk gənclik illərinə. Saatlarla gözlərimi ağaran yollara dikərək baxardım. Uzaqdan görünən hər qaraltı ürəyimə əstirərdi. Bunun niyə belə olduğunu dərk eləməzdim, amma bu mənə xoş gələrdi. O, kuzəsini doldurub gedər, arxasına belə baxmazdı. Gedərdi. Kəndin tozlu küçələrində başmaqlarını sürüyə-sürüyə. Sonra döngələrdə itərdi. O zaman bu tut ağacı yox idi. Yollar da tozlu idi. Döngələr də çox idi. Bir gün o mənə dedi, belə xəyala tez düşmüsən. Hələ sən ömründə bir tink bastırmamısan. Bu hadisədən çox keçib. Çox şey dəyişib. Əllərimlə bastırdığım ağac böyüyüb, qolqanad açıb. İndi haman ağacın altında bir gəlin, 2 uşaq gördüm. Uşaqlar tuta daraşmışdılar. Gəlin əllərini yuyurdu. Dincəlirsiniz? Bəli. Haman tinkdir? Bəli. Sözümün dalı gəlmədi. Aşağı sallanmış budağın ucunu qopartdım. Uşaqlardan biri heyrətlə mənə baxdı. Əmi, ağacı qırmazlar. Tut ağacı qocalırdı. Su əvvəlki kimi axırdı. Kəndin yolları aynaya bənzəyirdi.